Qurban Qurbanovdan legionerlə səmimi müsahibə. Bizə tapşırır ki, Qarabağın yeni strategiyası. Qurban Qurbanov Qarabağ Futbol Klubunun son illərdə Avropa səhnəsində əldə etdiyi uğurların arxasında yalnız oyuncuların yox, həmçinin komanda ruhu və legionerlərin inteqrasiyası dayandığını vurğulayıb. O, maçdan sonra keçirilən mətbuat konfransında hansı keçmiş legioneri komandaya gətirmək istərdiniz sualına belə cavab verib. Burada olduğum 17 il ərzində komandamda oynayan hər bir legioner futbolçu mənim üçün dəyərlidir. Ona görə də konkret ad çəkə bilmərəm. Qurbanovun legionerlərlə bağlı yanaşmasında xüsusilə aşağıdakı məqamlar diqqəti çəkir. Pozitiv yanaşma. Legionerlər sadəcə transfer olaraq deyil, komandanın mədəniyyətinə, oyun tərzinə daxil olan üzvlər kimi qiymətləndirilir. Stratejik seçim. Qurbanov deyir ki, komandasına gətirilən legioner futbolçular həm oyun bacarığı, həm də intizam və komanda içində davranışla seçilir. Avro mərhələ uğuru. Qurbanov Qarabağın Çempionlar Liqasında və digər Avropa turnirlərində çıxışını Azərbaycan futbolunun nüfuzunun artması kimi qiymətləndirib. Bu yanaşma nəticəsində Qarabağ komandası yalnız yerli Premyer Liqada deyil, Avropa klub turnirlərində də uğurlu obraz formalaşdırıb. Oyuncuların seçimi, komanda daxilində harmoniyanın qurulması və legionerlərin inteqrasiyası bu prosesdə vacib məqamlar kimi şərh olunur. İzləyicilərə sual. Sizcə, legioner futbolçular bir komandanın uğurunda daha çox oyun bacarığı ilə, yoxsa komanda intizamı və ruhu ilə rol oynayırlar? Cavabınız nədir?